Ben şu an emsiyem. Bu lent buradan asılıb. Goranboyda 16 yaşlı yeniyetmə qızın nişanlanması ilə bağlı bəzi məlumatlar yayılıb. Əməkdaşlarımız yeniyetmənin yaşadığı ünvanda Goranboyun Qara Süleymanlı kəndində olub. Ben şu an emsiyem. Yani o məlumat səhv məlumatdır. İndi sizdə səhv məlumatlandırıblar. Bizim ünvana göndəriblər. Siz özünüz gəldiniz, gördünüz. Burada toy nişan mərasimindən nəsə bir yadigar bir şey olmalıdır da ki, bax bu lent buradan asılıb, bu falan belədir də. Yəni burada şəxsən adicə bir dənə uşaq ad günü keçirilib. Olan budur. Bunu da indi kimsə verib sağ olsun diye yanlış verib də. Yəni biz demirik ki, bu belə də elədir. Amma nişan olmuyor. Nişan olmuyor. Nişan olsa deyərəm ki, məsəl üçün burada bir bəlgə olub. Yəni ki, biz özümüz də başa düşürük ki, 18 yaşa çatmamış, həddi buluğa çatmamış bir şəxsi ya evləndirmək, ya nəsə icazəsi yoxdur. 18-dən sonra bu var. Bunu biz bilirik. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirildi ki, Goranboy rayon polis şöbəsinə rayonun Qara Süleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi ilə bağlı məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar. Onlarla profilaktik söhbət aparılıb və qanunvericiliyin tələbləri onların nəzərinə çatdırılıb. qeyd olunan faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma davam etdirilir.